Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Metadorom ərazisində, yəni Biləcər avtovaz ərazisinin arxa hissəsində 2.3 sotun içində şəxsi inşa olunmuş 4 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə nəzərinizə çatdıracağam. Hörmətli izləyicilər, bu nəzərinizə çatdırıram bu ev, demək, Xocasan metrosuna da düşür. Belə də yuxarı qalxanda demək qalxır avtovazal metrosuna. Ərazi cəhətdən Metadorom ərazisi deyirlər. Bunu nəzərinizə çatdırım. Bax, belə də görürsünüz panoraması var. Düz promun hündür yerdədir. Üzü Xocasan tərəfə baxır. Xocasan metrosuna da normal düşmək olaraq piyada. Yəni, hər iki tərəfə bir 7-8 dəqiqəlik piyada yolu var. Maşınla da 2-3 dəqiqəlikdir. Bunu da nəzərinizə çatdırım. Gördüyünüz kimi, evin xarici görünüşüdür. Demək, burada bir dənə hasarı qalıb, hörmətli izləyicilər. Bax, bu ağacın tuşundan hasarı bir dənə qalıb. Evin içi təmirlidir. Bütün kombi sistemlərdir. Evin adres ünvanı var. Bunu nəzərinizə çatdırım. Evi propiska qeydiyyat düşmək mümkündür. Gördüyünüz kimi, hörmətli izləyicilər, yəni ev haqqında, həyətin haqqında məlumat sizə çatdırdım. Həyətində rahat 3-4 maşın daxil ola bilər. Burada darvaza yeridir. Bunu da nəzərinizə çatdırım. Keçən də evin içi ilə tanış olaq. Evin içi təmirlidir. Düzdür, həyət bacasına xərc lazımdır. Ev şəxsi inşa olunmuş bir evdir. Demək, girən kimi 2 metr dəhlizi. Gördüyünüz kimi evin təmiri qaydasındadır. Yaşayışlı bir evdir. Şəxsi tikilidir. Sağ tərəfdə sanuzeldir. Gördüyünüz kimi də sanuzeli təmir vəziyyətdədir. Sağda burada uşaq otağıdır. Kombi sistemi gördüyünüz kimi kombisi də var. Solda hörmətli izləyicilər, bu əslində yataq otağıdır. Sadəcə oturmaq kimi burada istifadə olunub. Gördüyünüz kimi də bura elə bir oturacaq otağıdır. Əslində yataq otağı kimi istifadə oluna bilər. Sadəcə ev sahibi oturacaq otağı kimi yaradıb istifadə olunur. Burada bir yataq otağıdır. Təxmini hardasa, buranın yataq otağı hardasa 15-16 kvadrat olar. Hər tərəfi də açıdır. Pəncərələrin tam rahat evin içinə işıq düşür. Gördüyünüz kimi buradan da keçirik. Böyük bir zaldır, qonaq otağıdır. Qonaq otağı əslində buradır. Bunu da nəzərinizə çatdırım. Qonaq otağından hörmətli izləyicilər, birbaşa burada bir mətbəxidir. Mətbəxi düzdür, biraz uzunluğu yaxşıdır, amma eni azdır. Yenə də mətbəxi var. Gördüyünüz kimi mətbəx mebelləri də burada. Hamısı qurraşdırılır. Pəncərəsi də öz həyətinə baxır. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. Evin təmiri qaydasındadır. Aboylar düzdür. Köhnə aboyları kim istəsə, yəni burada aboyları dəyişib biraz işıqlı, açıq aboylardan istifadə edə bilərlər. Yəni evin həqiqətən təmiri zadı, ev şəxsi evdir, kip evdir. Yəni bunu nəzərinizə çatdırım. Evin şəxsi inşa olduğuna görə ev kip evdir. Sadəcə gördüyünüz kimi həyət bacasına xərc lazımdır. Bunu nəzərinizə çatdırım. Bayaqları qeyd eləmişdim. YouTube'da, Instagram'da, TikTok'da Seç Alamlar səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılır. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti 110.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa sahibi ilə danışacaqsınız. Sözü ev sahibi deyəcək, hörmətli izləyicilər. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.